Bəzən sosial şəbəkələrdə qarşımıza çıxır. Hansısa imamın ad gününü qeyd edirlər. Həm də tortla, musiqi ilə. Bu kimi mərasimlərin doğru olmadığı düşünülsə də və bayağı görünsə də təəssüf ki, din adı altında bu bayağılığa yol verilir. İlahiyyatçı Əkrəm Həsənov bildirib ki, müqəddəslərin ad gününü tortla və ya mərasimlə keçirmək məsələsi İslam dinində yoxdur. Peyğəmbər və səhabələr heç bir şəxsin doğum gününü dini məclis halına gətirməyiblər. Əgər bu tədbirlər xatirə, minnətdarlıq və dua məqsədli deyilsə, o zaman mədəni tədbir sayılır. Amma onu müqəddəs gün və ya bərəkətli mərasim kimi dini məna ilə keçirmək artıq bu bidət sayılır. Bidət isə dinə sonradan daxil edilən əməl deməkdir.